Kimin artırdığı 3 dəqiqədə yekunlaşmaq üzrədir Ramizin ötürməsi və beləliklə Azərbaycan yarım finalda, Azərbaycan yarım finalda mini futbol üzrə dünya çempionatında yarım finala vəsiqə qazanırıq. Yarım finalın 3-cü komandası Azərbaycan olur. Montenegro ilə qarşılaşacağıq. Yenə də sizə təşəkkür edirik əziz komandamız. Bizi belə sevindirdiyiniz üçün. Yenə də qürurumuz olduğunuz üçün sizə təşəkkür edirik. Hörmətli azarkeşlər, Milli Gimnastika arenasında olanlar, ekran qarşısında bizi izləyənlər, bütün həmyerlilərimiz, xarici ölkələrdən İdman TV-ni izləyənlər, hər birinizi təbrik edirik. Mini futbol üzrə dünya çempionatında qələbəyə addım-addım yaxınlaşırıq. Artıq yarım finaldayıq. Təbriklər Azərbaycan. İngiltərə seçməsini 2-1 hesabı ilə məğlub edərək yarım finala vəsiqə qazanırıq. Və bu gözəl görüntülərlə sizi baş-başa buraxıram və sağollaşıram. Yayma rejissoru Elvin Qulusoy idi, oyunun şərhçisi isə Tural Məmmədli idi. Gələn görüşlərə dək, gələn qələbələrə dək sağ olun, salamat qalın. Devlet bir millet hiç sual sorgusu yok. Nasıl bir devlet ise bizim kimi ordusu yok. Neyse devletin olup gelse yener.